Uşaqlar, Abdurrəhim mənə yazmışdı ki, mən İbrahimlə sparring işləmək istəyirəm, amma onu heç cürə tuta bilmirəm. Axırı ki, bunların ikisini də üzləşdirdim. Buyur, nə sözün varsa üzünədir, artıq ortada mən yoxam. Yaxşı, müəllim, deyirəm ki, yəni sənə babat əzəzəm İbrahim. Yəni, gəlmirsən, fırradırsan 6-cı günləri, sparringi, yəni babat əzləsin. Nə Qazaq demək? orada elişirəm müəllim. Hə? Zalın ən köhnəsi burada mənə. Aha. Sən də indi həvəsə gəlmisən, çıxaq qızıl çıraqdan eyni. Nə demək istəyirəm Abdurrəhimə? Özün dedim, ağzını cıracağım, çıxıb zaldan. Cediringdə. Yaxşı, gəl sən belə bir şey deyim də, sən Abdurrəhimdə potensial görürsən, yoxsa sənin üçün heç kim yox? Var, zərbəsi var, amma o da öyle də, yəni mənlə bir də. Səndən bir deyil. Nə demək istəyirsən? Görəcəyik də, ringdə görəcəyik. Neçə round vuruşmaq istəyirsiniz? 3 round 3 dəqiqədən də normal olaraq, hə? Bunu başlayaq, növbəti sparringlərdə dəyişərik. Abdurrəhim, nəsə sözün var İbrahimə? Yox, ringdə deyəcəm mən. Ringdə deyəsən. Sözün var nəsə? Baxar o da ringdə elənsin. Baxar. Elə yox desin yox. Bəs bu aqressiya sizdə hardandır belə bir-birinizə qarşı? Multfilm oxşayır ya. Ciddi almıram mən bunu. Ciddi ala bilmirsən. döymək istəyirəm. Mən, nə bilim mən. Ringdə görəcəm də, bu ringdə vuracam, ondan sonra biləcəm Yaxşı, multfilm. göz-gözə bir dənə baxaq. Yaxınlaşın, yaxınlaşın. Yaxınlaşın, ay sağ ol. Hə, bax olmadı bir şey, dedim eləməyin də belə şey.